Ümumiyyətlə, daxili göbələklərin bir neçə formaları var. Məsələn, insanlar var ki, ishal əmələ gəlir, qeyri-spesifik xoralı kolit, kolit və yaxud da ki, salmonelloz, məsələn, Escherichia kolinin artanda ishallar əmələ gəlir və bu ishallar zamanı nəcis analizində orada göbələklər görsənir. İshalın müalicə olunandan sonra göbələklər itir. Məsələn, ishal varsa, dazotu boymadərən qarışımlı çayın gündə bir 5-6 dəfə içib, təzə ishal olubsa 3-4 dəfə içsən kimi, nadir nar qabığının dəmləməsi, məsələn, daha doğrusu bişirməsi 3-4 gün içsən kimi kəsir. Amma elələr də olur ki, qeyri-spesifik, məsələn, xoralı kolitdə artıq bu aylarla müalicə tələb eləyir və yenə də aylarla müalicə eləyəndən sonra düzəlir mədə bağırsaq, ishal getmə, ondan sonra göbələk gedir. Amma elə vaxt olur ki, adi antibiotiklərin çox qəbulundan sonra da, nizamsız daha doğrusu qəbulundan sonra da və antibiotiklər güclü dozada qəbul olunur və bundan sonra göbələk əleyhinə preparatlardan da istifadə edilməyəndə göbələk əmələ gəlir və bu da problem deyil. Bu zaman da boymadərən gülünbahar qarışıqlı dəmləmə yazırıq təyin edir. Məsələn, 100 qram boymadərən, 100 qram gülünbahar alınır, 3 stəkan suya hərəsindən bir dolu xörək qaşığı qarışdırılır, 5 dəqiqə qaynadılır, süzülür. Gündə 3 dəfə yeməkdən yarım saat əvvəl bundan 1 stəkan içilir. Bax, bu qarışım isə antibiotiklərdən əmələ gəlmiş göbələklərdə və eyni zamanda sidik yollarında, sidik hissəsində, qasıqda əmələ gəlmiş göbələklərin müalicəsində çox effektiv olur inşallah.